İmam-ı Səccadın şagirdlərindəndir, İmam-ı Dəhumun şagirdlərindən. İmam ona buyurdu, sübh vaxtında yatma ha. İmam ona buyurdu ya, la tənamənnə qablə tuluy şəms. Buyurdu, gün çıxmamışdan qabağa yatma ha. Allah işinə sübh namazından qabağa 5-10 dəqiqə dur ayağa. Deməyəm, iş namaz qılçınən. Bir gəl həyata bir gün baxışla ulduzlara, gör nə qəşəng gözün görəyə. Rahat adam görəyə də, görəysən maşının içəri çırağın yandıranda adam ranəndə qabağını görmək. Yolda ranəndəli gelində o içəri maşının içəri çıraqlar onu yandırsa qabağını əməlli görməz. Onu soydurəndən sonra qabağın qəşəng görək. Allah gecə vaxtında bu çıraq aləmi təbiət ki içərdə yanır gün onu soydurək. Ondan bizə də deyim, baxın görün bu aləmdə nə var. Gecədə bir bax da, açan baxarsın. Gecədə bax, gör nə qəşəng insanın gözü görək aləmi, nə gözəldir. Yətəfəkkərun fi xalqi səmavat vəl-ərz. Hesab deməyək, fəqət dinə ah çək. Denən Allah, bilməyəm nə eləyim. Allah ömrüm təbah oldu. Allah ve veli açan yollarsa. Allah ve İmam-ı Zaman'dan niye beni ayrı salırsan? Göylə danış, yerlə danış. Əcəb xəlvət vaxtda, hamı yatıb, əslən səs gəlməyib, içi qıtı da gəlməyib. İnsanın elə havası cəmuli, Allah'la danışmaya. Nə qədər ürəyində sözüm var, tökçünən zat-ı rububunun qabağına. Qəftəğu iləyhil vəsilə. Tökçünən İmam-ı Zamanının məhzərinə. Denən ağa, gecənin bu vaxtında, yatmayan göz mənə bir baxışına. Ki, İmam-ı Kazım əleyhissalam buyurdu, və əbi mən yərən nuzum sağcıdən və rakiən. Atam qurban sənə, oğlum İmam-ı Zaman. İmam Abdül buraya, atam kurban sana oğlum, ey qaim. Atam sana kurban. Ki sen gece vaxtında ulduzlara çobancılıq eləyəcəksən, hem ruku halinde hem sucud halinde. Yani yatmayacaqsan. Adamın ağası yatmayıb, adam özü rahat yatır. Bu cürdə olar, bu vəfalıqdır. Ay əcəb bir vəfayı. در حالی ki imam buyurdu, İmam Səccad buyurdu, o süv vaxtında əla əydina yudri, tamamı nizam-ı aləmi Allah bizim əlimizdən cərəyan verir. Rizq o, ruzi o, ömr, hər nə var biz məşiyyəti xudavənd ki bizdən cari olayım. Yatma o vaxt özü bizə müttəsil elə, bir salam verməyinə. Bir salam verməyinə. Nə qədər rahatdır. O qəz salam vercinən, tabi günüsü bu salamların nəticəsi cəmlənən, ondan deyiləsən bizdən sən gəl. Gəl sən bizdən sən. Ağacan, axı deyilər, anon da dedi, gəl bala mərdi. Ağa, aləmdə hər kəsin pənahı yoxdur, səni çağırır. Ağa, Lut tək qalmışdı, rivayətdə varımız Lut tək qalmışdı. Fasıq qom ətrafını alıb, evinə hücum gətirib, o mələklər bilməyib evində olan mələklərdir. Fikirli bir adlı qonaqlardır, deyə ələm bunlara hədk hürmət olacaq. Dedi, Allah kaş İmam-ı Zaman olaydı, gedəydim qapısına şikayətə. Atmam kapı arasından o kalan deyim kaş balam olaydı, şikayet eleydim Allah. Hadi Allah, kaş balam olaydı. Axı buyurdu ya Sarallah, buyurdu onunla, yani ay intikamı Allah. Əyyuhə said, buyurdu əyyuhə said, yəni ay intiqam məlan hardasan?
Yeni oğul hardasan? Oğul hardasan? Ne gecdi Ali'nin evinde. O iki rivayette var. Deheyi dovunu Fatimiye de gelir. Rivayet çok qəbildir.